Salam əziz izləyicilər, xoş gördük sizləri. Bugün videomuz tam fərqli bir məkandadır. Deməli, bugün Qəçnişdə, Quba rayonunda, qəşəng belə meşənin içində fərqli bir yerdə sizin üçün çəkiliş eləmək istədik. Deməli, kənd qutabı, göyərti qutabı, görürsünüz də nə boydadır. Pendirli, göyərtili, bir də ətlidir. Ətli. Yanında sumağımız, bir də doğramacımız. Qəşəng kənd məhsullarına. Başlayaq. Göz haqqınızı halal eləyin. Göyərtindən başlayaq. Əslində bu göyərti qutabının qatığı ilə akroşkamız olduğuna görə qatıq sifariş eləmədik. Rayon yerin qutabı bir başqa olur. Buranın göyərtiləri, qatları. Əsl rayon qutabı deyə yekə-yekə. Bu da pendirlidir. Yəni, bəlkə çox adam həmişə göyərti ilə pendirdən istifadə edir. Amma tək pendir bilməyənlər bilsin. Pendir qutabıdır. Ağ pendirdən olur. Tək pendirdən. Bilməyənlər bir dəfə prova eləsinlər. Çox ləzzətli olur. Quşların da səsi ləzzət edir. Ət qutabıdır. Yağlı. Sumağı da yiyəcək. Bir də ətini bol qoyub. Bayırdan da görünür ki, əti boldur. Əla. Videomuzun sonuna gəlib çıxdıq. Əgər sizə belə maraqlı məkanlarda maraqlıdırsa videolarımız çəkmək, zəhmət olmasa kommentariya bölməsinə yazmağı unutmayın. Abunə olub tıklamağı da unutmayın. Hələlik!